Axşamınız xeyir olsun gözəl izləyicilərim, gözəl takipçilərim, gözəl xanımlarımız, zəhmətkeş analarımız, bacılarımız, gözəl dostlar, necəsiniz? Neyinirsiniz? Bugün istədim sizlər üçün gözəl kalalarımı yenə sizlərə görə çəkim yenə paylaşım ki, siz də bu gözəllikləri görəsiniz. Baxın, görün necə də bol-bol tumurcuqlar, necə də burada gözəlliklər. Baxın dostlar, insanı valeh edən. Baxın, görün nə qədərdir. Bugün dostlar, video çəkməkdə həm məqsədim odur ki, yeni güllər almışam. Hardasa bir 10 dənə demək olar ki, gül götürdüm cürəbəcürə. Həm dedim onları da sizlərə çəkim paylaşım, göstərim. Həm də kalalarımı göstərim ki, görün kalalarım necə gözəlliklərə sahib olub. Baxın, hər birinin üstü belə doludur. Bunlar elə balacalardır. Baxın, bütün kalaların üstü dolu çiçəkdir. Baxın dostlar, görün nə gözəldir. Düzdür, bunlar mövsümü, yəni demək olar bizdə fevraldan başlayıb açmağa. Mart, aprel, may ayında artıq kalalar sonlaşır. Yəni artıq tumurcuqlar bitir. Yenə də yəni ildə bir dəfə də açsa çox gözəldir dostlar. Baxın. Görün nə qədər gözəldir. Burada da mənim öz əlimin zəhmətidir. Baxın, bu da gözəl üzüm sortudur. Həm yarpaqları yeməlidir. Çox gözəl, möhtəşəm yarpaqları var. Yəni bunu da bir demək olar ki, dostlar, bir balaca çilikdən yetişdirmişəm. Baxın, görün indi bu nə boyda olub. Çox gözəldir. Allah heç kimi zəhmətin itirməsin, gözəl dostlar. Burada da yenə kalalarım. Burada artıq çoxdur. Biri-birinin içindədir demək olar. Baxın, görün. Mən bunu keçən videoda çəkəndə az idi üstündə. Tumurcuqlar idi, amma gülləri az idi. Baxın, indi çox möhtəşəmdir. Baxın. İnsan bunlara baxanda o qədər dincəlir beyni ki, hər şey unutursan ki, yəni belə bir gözəlliklər var. Burada da mən bu qərənfili keçən dəfə göstərmişdim. Onda da elə az idi. 2-3 dənə tumurcuğu vardı. Baxın, bunun da demək olar ki, üstü doludur çiçəklərlə. İndi mənim telefonumda bilmirəm, bu elə də gözəl alınmır, amma çox gözəl dostlar, rəhləri var. Olduqca gözəl, insanı valeh edən. Baxın, bu Çin qərənfilidir. Mən bunu hər dəfə deyirəm. Yəni çox bərəkətli güldür. Bu da bol-bol çiçəyi, yəni ki, tumurcuq, çiçək, yəni ki, bir dəfə açmır da. Yəni bu daimi açan güldür bu qərənfillər. Dostlar, bir də burada demək olar bunun hamısı tünd çəhrayı, içi də lap tündü rəng, yəni tünd rəngdədir. Amma burada elə bir demək olar ki, bir topasında yəni çiçəklər bu vəziyyətdədir. Bilmirəm, bu da bir möcüzədir, Allahın gözəlliyidir ki, yəni eyni gül, yəni bunun rəngi tünd çəhrayı rəngdə olmaqdansa, yəni bu açıqdır. Baxın dostlar. Neysə, şükür məsləhətinə, Allahın böyüklüyünə çox şükür. Baxın, görün, inan, bu yaz o qədər gözəldir. Bütün cürəbəcürə güllər bir-birinin ardınca açır. İstədim bunları da sizlərə göstərim. Burada da mənim yenə qərənfilim var. Bu da bir başqa sortdur. Bunlar, deyin görün bunu mən. Baxın, bu demək olar ki, böyük açan sortlarındandır dostlar. Yəni rəngi də çox gözəldir. Bu da onun balaca demək olar. Bəlkə də bu da ondandır, amma bunlar nəsə balaca açır. Bunun da rəngi yenə qırmızıdır, gözəldir. Gözəl qərənfillərdir. Bu başqa sortdur. Yəni bizdə dədə-babada olan yəni qərənfillərdən demək olar dostlar. Bugün aldığım güllərdən sizlərə göstərim. Baxın, sarı rəngdə qərənfil almışam. Bir bu sortda almışam. Yerə vurmuşam gətirən kimi. Çünki torfun içində gözəl xanımlarımız. Bilirsiniz, güllər qalmır. O qədər kök atıb ki, kök dirənib qabda, hətta çürüyüb də. İndi bilmirəm, bunlar inşallah ki, tutarlar. Çünki köklər o qədər zəifdir, yəni çox sağlam deyildi. Üzünə baxırsınız, görürsünüz necə şəffaf, sağlam, amma yəni belədir dostlar.
Bir də dostlar bu rəngdə də almışam. Bax belə çiçəyi belə. Bu deyəsən ağ olmalıdır, amma hələ bu gecdir. Bir dənə də belə götür. Demək olar ki 3 dənə rəngli qərənfil götürmüşəm. Bunlar amma həyətdə vardı. Yəni hardasa 4 dənə həyətdə qərənfilim vardı. 3-ünü də əlavə eləmişəm. Bu niyə qopub? İnşallah bu da tutar. Bir dənə də belə bir sort var dostlar. Amma bu bilmirəm bu da nə rəng açır, amma hələ gecdir bu. Keçək kalalara. Güzel dostlar, kalalarım. Görün necə də gözəl, necə də bol. Hətta üstü dolu tumurcuqlarla. Baxın. Dostlar baxın. Görün nə qədər gözəldilər bunlar. Baxın. Demək olar ki, bunları mən əvvəl şitirləmişəm. Bunların katuşkaları da yəqin ki, böyükdür ki, yəni belə həm hündür olurlar, həm yarpaqları, həm tomurcuqlar, çiçəklərin özünün hətta ölçüsü də demək olar ki, çox böyükdür. Baxın. Düzdür, burada telefonda balaca görsənir, amma belə deyil də, yəni bundan da böyükdürlər. Baxın dostlar. Demək olar ki, gözəl dostlar, bu tərəf, bu hissə, həyətin bu hissəsi ancaq kalalardan ibarətdir. Yanında da belə qərənfillər vurmuşam. Yəni indi bir yax göstərdim, bunlar yenidir. Baxın. Bunlar amma, bunların katuşkaları balacadır. Bunlar hələ yenidirlər, amma yenə də pis deyil. Yəni əziyyətinə görə dəyər dostlar. Onların bu gözəlliyin görəndə inanın gözəl xanımlarımız, gözəl zəhmətkeş dəyərli xanımlarımız, gözəl dostlar valla heç adamın gözünə heç nə görsənmir. Burada da düzdür, bunlar soyuqdur deyə bağlanıb. Yəni burada çox gözəl bərəkətlidir, bol tumurcuqlu, bol çiçəkli. Baxın, bu da papatiyaların bir növüdür. Yəni İnşallah bu indi hava soyuqdur, həm də axşama doğrudur deyə çiçəklərin hamısı bağlanır. Baxın, mən sizə keçən dəfə xatırlatdığım ağ çuğundur qulağı. Düzdür, bu pis yerdədir. Kalaların qabağını tutub günəş qoymur almaq o dərəcədə. Görün bunlar nə havada oldular dostlar. Baxın, inan o qədər böyüyüblər, o qədər yarpaqlar iç-içə. Yəni olduqca bərəkətli göydür bu. Baxın, görün bu nə havada alıb buraları. Bu da mənim gözəl təyəklərim. Keçək sizə indi isə yeni aldığım gülləri göstərəcəm. Dostlar, burada mən elə keçən ildə mən bu kaktusları bura qoymuşdum. Yəni günəş önündə olur, bol-bol günəş alırlar. İnanın ki, bunu mən hardasa 15 gündür günəşin önünə çıxartmışam. Yəni bu eyvanın altındaydı. İnanın ki, üstü dolu tumurcuq. İnşallah bunlar yetişsin. Baxın tumurcuqlara. Bütün kaktusların üstü dolu, hamısı tumurcuqlardır. İnşallah bunların hamısı açsın, sizlər üçün paylaşacağım. Görün nə qədər tumurcuqlar var. Yəni kimdə varsa gözəl xanımlarımız, kölgədə, yəni ki, günəş almadan kaktus heç vaxtı açmayacaq. Yəni mən bunu sizə deyim. Yəni mən özüm 2 ildir günəş önündədir. Amma əvvəl kölgədə olurdu. Yarı kölgəli, yarı günəşli. Ona görə də mənim kaktuslarım açmırdı. Baxın, hamısı var günəşin önündədir. Burada yeni aldığım gülləri göstərim. Baxın, çiklamon aldım bir dənə. Gözəl xanımlarımız. Baxın, elə gözəl rəngi var ki. Bu da çəhrayı rəngdədir. Sardoniyadır. Baxın, görün nə gözəldir. Hollas sortudur. Bunlar bilirsiniz, bunların tomurcuqları çox yekə olur. Çiçəkləri çox olur bir-birinin içində. Bu da tünd qırmızıdır. Bir yeni sardoniyadır. Bu isə ağaçandır. Görün yarpaqlar nə gözəl maraqlıdır. 2 rəng. Bu da ağaçacaq. Bu da yenə bir sardoniya növüdür. Bu da açıq qırmızıdır. Bu isə ceyran gözlü sardoniyadır. Dostlar, bu güldən məndə olub. Amma bilirsiniz, kölgədə saxlamışam. Bilmirəm, suyu çox verildi.
uşaqlar vermişdi. Mən demək olar ki, burada yox idim. Gəldim, gördüm ki, həmən bu gül çürüyüb, elə də inkişaf etmişdi ki. Düzdür, indi burada yarpaqlar saralıb. Elə alanda da dedim ki, vallah bu çox saralıb. Dedi, hə, bu gələndə olub, maşında saralıb, havasızlıqdır. Amma belə baxırsan ki, özü sağlamdır da, kökündən xəbərim yoxdur. İnşallah bunları əkəcəm. Baxın, mənim nəzər güllərimin hamısı yarpağın tökdüyü, evdə çıxartdığım, hətta almışdım da yenisin. Baxın, hamısı belə yarpağın töküb, üstü dolu çiçək. Üstü dolu, hamısı çiçəkdir. Çünki günəş önündədir. Dostlar, kimdə varsa kölgədə saxlamayın bu gülləri, qorxmayın. Baxın, hamısının üstü doludur. Məndə demək olar ki, peyvəz sortundan artıq 3 qabdır. İkisi də bu sortdandır, xırdalardan. Yeni babını da yeni almışam. Baxın, bu ağ rəngdə olmalıdır. Ya ağdır, ya da sarı. Hətta burada balaca çiçəyi də var. Bax, yarpaqların dostlar, baxın. Görsünüz necə tökdü, günəş önü. İndi bu yenidən yarpaq qoyur, hamısı təzədən. Baxın, burada da kalan xoyalar. İnanın ki, bəlkə 2 aydan çoxdur. Bunların çiçəyi belə üstündədir. Bu yeni açıb. Bax, görürsünüz, təzə təravətlidir. Yanında da qırmızı rəngdə. Hə, gözəl dostlarım. Bu da pilləkəndə olub deyə, halbuki bu gülüm mənim al qırmızıdır, amma burada çəhrayı rəngdədir. Baxın, görün, bu günəş olmadan, yəni o dərəcədə günəş almırdı pilləkəndə. Baxın, bunun da rəngi dəyişikdir. İnşallah bu da öz rənginə gələcək. Burada da ağ rəngdə, bunlar da hamısı açıb. Demək olar ki, bütün kalan xoyaların hamısı açıb, gözəl dostlar. Hamısı açıb. Prosta gec oldu, vaxtsız oldu. İşim o qədər çox idi ki, həyətdə inanırsınız ki, güllərin dibində alaqlar, nə bilim, böyrlərini yumuşatmaq. Ona görə vaxt eləyib, yəni biraz tez çəksəydim, o biri güllərimi də göstərərdim. Baxın, bu tərəfdə də həyətdə kalalar var. Bunlar amma balacalar, amma yenə də hamısının üstündə çiçəklər var. Demək olar ki, həyətin hər tərəfində kala artırmışam. Şükürlər olsun, çünki bu gülü çox sevirəm. Baxın, amma onlar balacadılar. Çox balacadılar. Burada da lidalarım var. Lidalarımın hələ demək olar ki, birinin tumurcuğu var. Gözəl dostlar. O birlər hələ çıxmayıb, yəni hamısı da açacaq inşallah. Hələ ki yarpaqlardır. Həm də bunlar da günəşi çox sevir. Gözəl xanımlarımız. Gözəl dostlar. Yəni bunlar kölgədə alınmır. Onda sadəcə yarpaqları olur. Yəni onda demək olar ki, qönçələri olmayacaq. İndi bunlar inşallah hamısı qönçəyə, yəni qönçələri də olacaq. Açanda inşallah bunları da sizlərə çəkib paylaşacağım. İnşallah, gözəl dostlar. Görün mənim kalalarıma baxın, papaq. Elə bir qar yağıb bura. Maşallah. Bu gülüm demək olar ki, bu güllərdən ən tez bilirsiniz, bu sarmaşıq tipli qızıl güllər açır. Bunlar özü çox ətirlidir. Bunlar artıq açıb. Burada da biri var. Bu çəhrayı rəngdə xırda açanda görün mən bunu necə eləmişəm. Bunları yerbəyerdən bağlamışam ki, qopmasınlar. Görün bu hasarın üstündən də nə gözəl görsənir. Hə, gözəl dostlar, hələlik bu qədər. Gec də olsa mən sizə kalalarımı çəkib paylaşdım, gözəl dostlar. Mənə xoş sözlər yazdığınıza görə təşəkkür edirəm. Çox sağ olun, Allah sizləri var eləsin. Əllərinizə sağlıq, Allah sizlərin canınızı sağ eləsin. Demək olar ki, hər birinizə təşəkkür edirəm, gözəl dostlar. Allah sizləri yenə də var eləsin. Həmişə güllü çiçəkli olasınız, gözəl xanımlarımız, zəhmətkeş xanımlarımız, dəyərli xanımlarımız. Allah əziyyətinizi yerdə qoymasın, inşallah. Bugün mən də gec də olsa, axşama da düşsə də, yenə mən bu güllərimi çəkib sizlərlə paylaşdım. Baxın. Bir daha baxın, görün bu gözəllikdən doymaq olar. Çox sağ olun, çox sağ olun. Hər şeyə görə təşəkkür edirəm. Hər birinizə dərin. Çox sağ olun. Gözəl dostlar, gözəl xanımlarımız, gözəl dostlarımız, analarımız, bacılarımız. Hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun, gözəl dostlar.